uşaqlar, dediyim qaydaya uyğun kim tapşırığı yerinə yetirəcəkdir? Hə, İbrahim hələ qaydanı öyrənir. Bitirəndə siz nümunənizi təqdim edə bilərsiniz. Söz, əlamət bildirən söz düzəldirik, söz birləşməsi və cümlə. Buyur. Göstər həm də deyim. Sevirəm, yaxşı. Yaxşı. Buyur, Ümid. Göstər həm də deyim. Məhəmməd dadılı doldurma yerdə mən dadılı doldurma yedim. Əla, çox gözəl. Nəhmətzadə buyur qızım. Göstər, göstər. Yazdığını göstər. İşıq, işıqlı necə? İşıqlı otaq. Mən işıqlı otaqda yatdım. Düzdür, biraz düzəlt cümlədəki səhvləri. Mələk buyur. İşıqlı otaq. Mən işıqlı otaqda yazdım. Baxım, göstər baxım. İşıq, işıqlı otaq. Mən əla, əla. Daha kim hazırlayıb? Flora göstər. Günəşli həyat günəşli idi. Aha, yaxşı. Əla. Buyur Tunar. Fərqli necə? Fərqli misal. Mən fərqli misallar rastlaşdım. Aha, fərqli misal, yəni qeyri-adi bir misal imiş. Buyur. Kəpənəkli necə? Kəpənəkli də. Mənim kəpənəkli donum var. Əla, qəşəng. Buyur görüm göstər. Günəşli necə? Mən günəşli havanı sevirəm. Əla, əla. Göstər baxım qızım. Ləçəkli necə? Ləçəkli çiçək. Çiçəyin ləçəni qoparmaq olmaz. Aha, yaxşı. Buyur Sədiqə, yenisini yazmısan. Almalı dondurma. Mən almalı dondurmanı sevirəm. Almalı dondurma dadlıydı. Yaxşı, buyur. Buyur Ayaz göstər. Dondurma aldım. Əla. Buyur Əsmanur göstər. Afərin sizə.